Newsium'da 1837-ci ildən 2013-cü ilədək vəzifə borcunu yerinə yetirərkən həlak olan 2200 insanın xatirəsi anılıb. Muzeyin işçisi Jean Polisinski'nin dediyinə görə bu insanlar təhlükə və verilən qurbanların təcəssümüdür. Burada Filippinli, Rusiyalı jurnalistlərin adı yer alır ki, onlar döyülərək öldürülən insanlardır. Biz məlumat yaydığına görə öldürülən bu insanları tanımaya bilərik. Lakin onların həyatları bahasına bizi təmsil etdiyini bilməliyik. Kathleen Carroll, Associated Press'in vitse-prezidentidir. Onlar kiminsə xoşuna gəlməyən şəkillər, videolar çəkib. Onlar kimlərinsə nalayiq hesab etdiyi suallara cavab axtarıb. Onlar kimlərəsə xoş gəlməyən yazılar yazıb. Carroll deyir ki, jurnalistlərin öz ölkələri və ya xaricdə çalışmalarından asılı olmayaraq, onlar bəzilərinin gizli saxlamaq istədiyi dünya məsələlərini ifşa edir. Miqdin onlardan biri idi. Britaniyalı Sky News'un video operatoru Misirdə sabiq prezident Məhəmməd Morsinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurma zamanı güllə atəşinin qurbanı olmuşdu. Newsium tədbirinə onun xanımı və oğulları da qatılıb. Things like this really just help pinpoint and highlight the reason. Bu kimi tədbirlər onlarla niyə fəxr etdiyimizi göstərir. Bu insanların ailələri və dostları bizim atamızla fəxr etdiyimiz kimi onlarla fəxr etməlidir. 2013-cü ildə öldürülən jurnalistlər siyasına Malinin üsyançı lideri ilə müsahibə aparan Ghislaine Dupont və Claude Everlon, Braziliyada yazıları ilə polis rüşvətxorluğunu ifşa edən Rodrigo Neto, Filippində güllə ilə vurulan Fernando Sarihon daxildir. Polisinski deyir ki, onlar unudulmamalıdır. Planetimiz boyunca jurnalistlər həyatlarını təhlükə altına qoyaraq bizi məlumatla təmin etməyə çalışır. Biz ümid edirik ki, bu memorial dünyanı bir saniyə düşünməyə, jurnalizmin rolunun nə dərəcə təhlükəli olduğuna düşündürməyə vadar edir. Newsium'un bildirdiyinə görə bu il yeni öldürülən jurnalistlərin adlarının açıqlanması tanınmalarından asılı olmayaraq bütün jurnalistlərin təmsili deməkdir. Beynəlxalq Jurnalistlərin Müdafiə Təşkilatları 2013-cü ildə 77 jurnalistin öldürüldüyünü bildirir. Vaşinqtondan Sevda Əliyeva, Amerikanın səsi.